Qızlar, mən hər şeyin fərqindəyəm. Bilirəm ki, son vaxtlar paylaşdığım videoların baxış bucağı ilə də yaxşı deyil. Hətta məndən storydə çox yazırsınız ki, bəs özünə niyə ştativ almırsan daha yaxşı çəkilişlər üçün? Əslində mənim ştativim var idi. Rusiyada olanda almışdım. Sadəcə bura gələndə yer tutar deyə gətirmədim. İndi isə yenidən almağa da çox da həvəsim yoxdur. Düşünürəm ki, səhifəm bəlkə 17.000-i keçsin. Özümə sizin adınızdan bir ştativ alaram. Ona görə də əslində sizdən bir xahiş videosudur bu. Əgər videolarım sizin qarşınıza çıxırsa, izləyin, bəyənin, dəstək olun. Çünki bu rəqəmdə çoxdan mən ilişib qalmışam. Bu arada səhifəmdə daha maraqlı videolar, gündəlik həyatımdan paylaşımlar etməyə çalışıram. İki uşaqlı həyat bəzən çox çətin olur, amma yenə də əlimdən gələni edirəm. Bir də bu paylaşdığım Reels test videosudur. Yəni hər izləyicinin qarşısına çıxmır. Daha çox məni izləməyən insanlara göstərilir. Əgər videolarım sizə maraqlıdırsa, səhifəmə bir baxın. Səhifəmdə sizi cəlb edən nə isə varsa dəstək olun. Sevinərəm buna görə. Çünki mən həqiqətən də izləyicilərimdən çox motivasiya alıram. Çox vaxt sizin fikirləriniz, məsləhətləriniz mənə kömək olur. Hətta elə qərarlar olur ki, sizin seçimlərinizi etmişəm. Bunun üçün də öncədən hər birinizə təşəkkür edirəm.